və ən axırda repair manualı, yəni təmir kitabçasını yenə də mən özüm yaratdım. Yenə də bunu Çinlilər yaratmadı. İndi mən daha da irəliyə getmişəm. Mən Azərbaycanda ilk dəfə bunu digital servis səviyyəsinə gətirmək istəyirəm. Yəni Azərbaycanda kimsə hardasa gedib avtomobilini düzəldəndə, istər Şamaxıda, istər Qubada, istər Naxçıvanda, istər Gəncədə, istər Sumqayıtda, istər Bakıda biz bunu digital səviyyədə usta ilə əlaqə saxlayıb bütün dataları yenə də biz digital kitabçamıza yazmağı niyyətləndiririk və eyni zamanda siz yenə də çaşmayasınız deyə mən deyirəm ki, ehtiyat hissəsi dəyişir, avtomobillərin adı dəyişir, modellər dəyişir, amma nə deyirlər? Hamısı eynidir, yalandır. Və bunun sübutu var. Nətərdir bunun sübutu? Onda gəlin belə danışaq. Avtomobil varmı bugün? Var. Gəlin bunun ehtiyat hissəsini açıq şəkildə onlayn bildirək. Bildirək onlayn, qoy alıcı görsün və mən yenə də bunu Azərbaycanda ilk dəfə inşallah bunun bütün ehtiyat hissəsini onlayn şəkildə kodu ilə bərabər açıq verəcəm. Kodu ilə bərabər nəyə görə? Əgər ki, sabah o kod dəyişilsə, siz bilin ki, avtomobildə dəyişiklik oldu. Bax, bu çox vacib bir faktordur. Siz bilirsinizmi ki, mən nə qədər əziyyət çəkirəm bunu zavoddan almağa? Halbuki bu mənim haqqımdır. Mən bu avtomobilin Azərbaycan təmsilçisiyəm. Düşünə bilirsiniz, Azərbaycan təmsilçisiyəm. Mən, məsəl üçün, əgər BMW-nin Azərbaycan təmsilçisi olsaydım, BMW-nin bütün datalarına maşın gəlməmişdən qabaq çıxış haqqım var idi. Və onunla paralel, bayaq saydığım dünyadakı data bazalara çıxış haqqım var idi. Fikir verirsiniz fərqləri, başa düşürsünüz? Burada Alman mənə şərait yaradır, burada isə mən Çinlinin yerini işləyirəm. Bax, budur, deyirsiniz, hardan bilirsən ki, o ehtiyat hissələri olmayacaq. Gözəl insanlar, mən ad çəkmək istəmirəm. Azərbaycanda satılan bütün maşınları əzbər bilirəm. Bəs mən bekara gedib çıxmırdım ki, Kitaya. Bütün zavodlarla görüşmüşəm. Bütün onların kataloglarına baxmışam. Onların hansı sistem istifadə elədiklərini görmüşəm. Hamısını yoxlamışam. Hər zaman nə deyirəm? Sadəlik, sadəlik, sadəlik. Bu maşın bu qədər sadə olmasaydı, heç vaxt mən bunu bacara bilməzdim. Çünki mən təkəm, mən insanam. Amma baxın, buna mənim bir ilim gedibdir. Bir ilim gedib ki, sizə ehtiyat hissəsi bazasını bir Azərbaycanlı olaraq təklif edeyim. Ehtiyat hissəsi bazasını milliləşdirim. Ehtiyat hissəsini bazasını ustalara inteqrasiya edə bilim. Bilirsiniz, bu nə qədər çətin bir şeydir.